Necə biri olsun istəyirsən həyatında? Uşaqlar, ümumiyyətcə ruh ekizi deyilən bir şey var da, insanın ruh ekizi olmaq. Məsələn, necə biri, çox qısaca deyim də, mənim həyatımda olan insan ilk növbədə məni zəif yerimdən vurmamalıdır. Səbəb hər nə olursa olsun. Birincisi, mən qızam. Bəziləri o qadın kişi ayrımı o məsələdə yox. Sadəcə mən qızam. Tez inciyə bilərəm, tez küsə bilərəm, nə bilim, tez qırıla bilərəm. Bunu düşünərəkdən qarşısındakı söz deməlidir, addım atmalıdır. Mən hər nə, bəlkə şıltağam, bəlkə mənim xasiyyətim qəlizdir. Bunu çəkə bilmirsənsə, birincisi mənim həyatımda niyə varsan? İkincisi də ki, məni zəif yerimdən vurmamalıdır. Axı o mənim hər şeyimi bilir. O mənim zəif nöqtəmə kimi hər bir şeyi bilirsə, davada, dalaşda, biraz əsəb başda deyirlər, ağıl olmur. Olmalıdır yəni. Necə yəni əsəb başda ağıl olmur? O durub məni zəif yerimdən vursa, mən ondan ömrü boyu qırılacam, inciyəcəm, küsəcəm. Üstündən neçə il keçsə belə o mənim yaddaşımda qalacaq. Belə olmalıdır yəni, belə birisi olmalıdır. Öz saçımızdır, bəli.